Yeni biliklər, düzgün istiqamət və güclü gələcək axtarışındasınızsa, doğru ünvandasınız. Sağlam təhsil sizinlə bərabər. Bugün də maraqlı bir efir təqdim eləyib. Bugün təhsilin keyfiyyətini nəticə ilə ölçən, uğurlu sistemlə yanaşma ilə quran bir Baratson tədris mərkəzi var. Ona bir balaca onunla bağlı danışacağıq, onu araşdıracağıq və sizinlə bərabər hər halda tədris mərkəzinin bir özəlliklərinə mənlə gəlir ki, toxunacağıq. Görək onu digər tədris mərkəzlərindən nə fərqləndirir və əlbəttə ki, təklif eləyirəm ki, suallarınız yaranacaqsa mütləq şəkildə bugün ünvanlayın. WhatsApp nömrəmiz artıq işə düşüb 055 93 490 93-də. Baratson Təlim Mərkəzi. Mən ünvanları birazdan təkrar edəcəm və ümumiyyətlə sizə izah edəcəm. Çox ünvan var və əlaqə nömrələri də var. Ona görə təklif edirəm ki, telefonunuzun artıq belə deyək də kontaktında bunlar üçün bir yer ayırasınız və bugün Baratson Təlim Mərkəzinin idarə heyətinin sədri, istəyirəm ki, qonağımız Elşən bəyi təqdim edeyim sizə. Elşən bəy, xoş gəlmisiniz. Rəhimov deməli Baratson Təlim Mərkəzi idarə heyətinin sədridir və xoş gəlmisiniz bugün Sağlam Təhsilə. Salam Samira xanım, təşəkkür edirəm dəvətinizə görə, minnətdaram. Təşəkkür edirik və Elşən bəyi istəyirik ki, bir balaca dinləyicilərimizə biraz yaxından tanıdaq. İlk dəfə ola bilər ki, dinləyicilərimiz arasında sizə qulaq assınlar və sizi yaxından tanımaq istəsinlər və ümumiyyətlə fəaliyyət istiqamətlərinə əlbəttə ki, toxunaq. Baratson Təlim Mərkəzi əslində tədris mərkəzi neçənci ildən fəaliyyət göstərir? Mənim məlumatım var, mən də araşdırmışam, amma yenə də istəyirəm ki, sizin öz dilinizdən eşidək və ümumiyyətlə Elşən Rəhimov artıq bu təhsil sahəsində, sektorunda neçə ildir fəaliyyət göstərir? Təşəkkür edirəm bir daha, yəni bu fürsəti verirsiniz mənim üçün böyük bir fürsətdir əslində və şərəfdir. Estağfurullah. Bizim dinləyiciləri də salamlayıram buradan, hamıya uğurlu gün arzulayıram. Baratson ümumiyyətlə hardan başlayıb onu bəlkə izah eləməliyəm. Siz adını vurğulayanda verişdən də öncə soruşdunuz ki, necə tələffüz olmalıdır? Baratson, bəli, Baratson olmalıdır, bəli. Çünki bu ad formalaşanda mən Qərb aləmində olan adların tələffüzünü diqqət yetirdim. Məsələn, Jackson var, Pearson var, Peterson var və s. Bu da Baratsondur. Baratson əslində Baratoğlu deməkdir. Barat mənim atamın adıdır. Baratson da, yəni Baratın oğlu. Mən özüm əslində orada təmsil odur ki, həmişə deyirlər ki, bir şirkət onun rəhbərinin kölgəsidir. Əslində mən bunu hazırda öz təcrübəmdən təsdiqləyə bilərəm ki, elədir ki, var. Mən nə qədər şirkətə diqqət ayırıramsa, o qədər də o şirkət daha keyfiyyətli xidmət göstərir, o qədər şirkət daha verimli olur və burada hər zaman hamıya bildirirəm ki, mən öz xidmətlərimizin keyfiyyətinə şəxsən cavabdehliyi daşıyıram. Çünki göstərdiyimiz xidmətlərin arasında elə bir sahə, elə bir mövzu yoxdur ki, mən o mövzularda özümdən əmin olmayım. Kifayət qədər təhsilimə investisiya yatırmış biriyəm. Yəni ömür boyu demək olar ki, təhsil almışam. Düzdür, zamanında gənclik yaşlarında, uşaqlıq yaşlarında o teenager dediyimiz ingiliscə teenager var. Bizdə o yeniyetmə dövrlərinə düşür də. O zaman xüsusən də oğlan uşaqlarında dərslərə, məktəbə maraq çox azalır. Məndə də elə idi. Təqribən 5-ci sinifdən, 6-cı sinifdən başlayaraq ta 11-ci sinifə qədər dərs oxumaq ümumiyyətlə marağı məndə itmişdi. Daha çox idmanla məşğul olmaqla belə vaxtımı keçirirdim. O vaxt nə internet var idi, nə, yəni mən danışım klassik Azərbaycan belə oğlan. Bəli. Amma yəni artıq mən 11-ci sinifə qədəm qoyanda anladım ki, xeyr, təhsil mənə lazımdır və məndə bir dönüş nöqtəsi olmuşdu. Bunu hər yerdə vurğulayıram. Yəni düşünürəm ki, bir rol model olmalıdır da gənclərdə. Kiməsə baxıb, yəni ondan örnək götürüb onun kimi olmaq istəyi olmalıdır və o qığılcım insanın içində artıq yananda səni saxlayan bir şey olmayacaq. Məsələn, məndə də bu keçmişə dönsə, bu keçən əsrə gedir çıxır. 93-cü ildə orta məktəbi bitirdim və 92-ci ildən etibarən mən bir şəxslə tanış oldum. O zaman təsəvvürün ki, Amerika Birləşmiş Ştatlarında oxuyurdu. Azərbaycan təzə müstəqillik dönəminə qədəm qoyurdu və Amerikada kimsə təhsil alır. Mənim üçün bir xəyal ola biləcək qədər bir şeydir. Yəni xəyal idi. Bəli. Uzaq bizim üçün gəlir. İndi də xəyaldır. İndi məsələn biraz daha əl çatandır, daha çox əl çatandır. O zamanlar ümumiyyətlə heç bilmirdim necə xarici gedib təhsil almaq lazım olacaq və o tanışlıq, həmin o şəxslə tanışlıq məndə elə bir belə dönüş nöqtəsi olur ki, mən o zamandan bu zamana özümü bu Bir Qalanın Sirri olan film var. Orada da elə adaşım olan Elşən, adımı da elə o həmin personaja görə qoymuşdular. Bəli, rəhmətli nənəm qoymuşdu və orada olan o bir epizod var ki, o gecə gündüz oturur, fəsillər keçir, oxuyur, bir kitabı oxuyub qutarır,
kitaba keçir, amma kitablar deyirsən mən hələ oxumamısan. Mən özümü həqiqətən də o filmdə olan personaja bənzətməyə başladım. Çünki kitabdan ayrıla bilmirdim artıq. Yəni çox zəif oxuduğum fənlər var idi ki, o fənlər üzrə çox güclü oldum. Yəni qısa bir müddət ərzində boşluqlarımı aradan qaldırdım və amma 11-ci sinif artıq yəni məktəbi təyin bitirirsən, etməlidir, təsəvvür siz məktəbi bitirirsən və sən heç bir sahədən bilgin yoxdur. Çox çətin idi, çox çətin idi. Amma yenə dediyim kimi o test mərhələsi testlər təzə başlamışdı. 2-ci il idi Azərbaycanda test keçirilirdi. Yəni sistem tamamilə fərqli idi və mən bunu eləyib bacara bildim və təsəvvür edin ki, yəni dil olaraq məsələn ana dilim Azərbaycan dilidir, amma mən rus sektorunda oxumuşam. Yəni Rusçam da kifayət qədər güclüdür, bəli. Və 3-cü dil olaraq məsələn artıq ingilis dilini öyrənməyə həmin o 92-ci ilin yayından başladım. Və o zaman indiki kimi nə internet, nə YouTube, nə hansısa tətbiqlər, heç nə yox idi. Yəni biz bunu ancaq kitablardan oxumalıydıq və mən özümdə inanılmaz bir dəyişiklik gördüm. Yəni özümə inana bilmirdim. Məsələn, o dövrə qədər özümdən çox da əmin deyil idim də. O bir modern söz var, indi müasir ki, özgüvən çox zəif idi. Bu normal idi, çünki təzə müstəqil olmuşduq. Yəni imkanlar elə bir xaricə yox idi. Doğru. Yəni çox çətin dövrdür. Bəli. Və onu vurğulamaq istəyirəm ki, burada demək istədiyim bəlkə indi bir mesaj olaraq ötürə biləcəyim, fayda verə biləcəyim bir şey varsa, mən istəyərdim sadəcə olaraq gənclərə bir nümunə verim. Çünki özümün də övladlarım var, kifayət qədər yəni yaşları fərqli olan, yəni daha böyük yaşda olan, daha kiçik yaşda olanlar var və onlarda bir çox hallarda görürəm ki, bir özgüvən yəni sıxıntısı var. İnanmırlar ki, bunu eləyə bilərlər. Kimdəsə alınıbsa məndə alınmaz. Onlar nəsə fərqlidirlər. Xeyr, heç kim fərqli deyil. Hamının bacarıqları eynidir. Sadəcə olaraq burada həmin bacarıqla, yəni biliklə sən nə dərəcədə özünü məşğul eləməkdən asılıdır. Nə qədər məşğul olursan bir sahə ilə. Sizə elə gəlmir, indikilər mənə elə gəlir ki, daha çox araşdırırlar, rəqabət çoxalıb, yəni geri qalmaq istəmirlər. Diqqəti də yayındıran çox şeylər var. Yəni o zamanda diqqəti yayındırmayan, yəni yayındıran bu qədər informasiya axını yox idi. Baxın, yəni mən hamı təhsilli olmaq istəyir. Bəli, ingilis dilini misal gətirdim. İngilis dilindən indi heç kimi təcrübələndirmək mümkün deyil də. Amma mən bununla dayanmadım. Mən sonra ərəb dilində öyrəndim. Yəni həyat elə gətirdi ki, bilirsiniz, burada heç nə planlaşdırılmış olmur. Sən düşünürsənsə ki, mən planlaşdırıram və nəsə eləyirəm. Xeyr, sən nəsə düşünürsənsə eləməyə, qapılar başlayır yavaş-yavaş sənə açılmağa, müəyyən fürsətlər başlayır açılmağa. Təsəvvür ki, mən 93-cü ildə məktəbi bitirəndə eyni ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi xarici ölkələrdən artıq bu təhsil tələbə mübadilə proqramına başlamışdı və mən Azərbaycandan ilk dəfə, yəni xaricdə təhsil alan tələbələr sırasında oldum. O vaxtlar 10 nəfər seçilirdi. Bəli. Bax mən həmin 10 nəfərdən biri oldum. Çox çətin idi o konkursu keçmək, imtahanlar vermək və bilmirdim ki, məsələn məni Misir Ərəb Respublikası gözləyir. Mən ona getdim, Ərəb ölkəsində təhsil aldım və xəyalım Amerika olsaydı da, yəni məni belə deyə də taleyə gətirdi, çıxartdı Misirə və orada mən çox gözəl mədəniyyət öyrəndim, müxtəlif, yəni özümüzün dəyərlərimizə yaxın olan bir dəyərlər gördüm və dil imkanlarımı inkişaf elətdirdim. Baxmayaraq ki, Misir Ərəb ölkəsidir, amma ingilis dildə çox geniş istifadə olunur. Orada biraz qarışıqlıq var, bəli. Yəni ölkə demək olar ki, hissəyə bölünür, daha çox Avropa meyilli olanlar. Bəli, fransız dili çox geniş yayılıb orada və bu fürsətlər bilirsiniz, məsələn mən artıq gördüm ki, məndə dil öyrənməyə çox böyük bir yəni rəğbət yaranıb və ondan qurtula bilmirəm sanki. Hazırda artıq 50 yaşımın içindəyəm, mən almanca öyrənirəm hazırda və A2 səviyyəsinə gəlib çatmışam və bununla öz övladlarıma nümunə olmaq istəyirəm ki və gənclərə nümunə olmaq istəyirəm ki, yəni mən bu yaşda bunu öyrənə bilirəmsə, siz gəncsiniz, sizin yəni beyniniz yəni qupqa kimidir də bu məlumatı daha qısa müddətdə qavraya bilirsiniz. Bir də vaxt çox sürətlə gedir, o baxımdan da tövsiyə edirsiniz ki, elə sürətlə vaxt gedir ki, çatdırmaya bilərik. Bir də təbii ki, mən istəyirəm öyrənmək. İxtisasınız nə idi sizin? Çox gözəl sualdır. Məndə ixtisasım maliyyə mühasibatlıq sahəsi idi, biznes sahəsi idi. Fakültəmin adı gedirdi Faculty of Commerce, kommersiya fakültəsi. İxtisas üzrə isə desəm accountancy gedirdi. Yəni təhsilim ingiliscə olmuşdu. Yəni maliyyə mühasibatlıq sahəsi. Bu sahədə də kifayət qədər irəliləmişəm. Yəni bu sektorda məni tanıyanlar bilirlər. Azərbaycanda bir çox yəni mühasibat sahəsinə, mühasibatlıq sahəsinin inkişafına töhfə vermişəm. Bir çox kitablar tərcümə eləmişəm. Nə bilim, beynəlxalq maliyyə hesabatı standartlarını Azərbaycanda tərcümə edən ilk şəxs olmuşam. Bunun Maliyyə Nazirliyində çoxdan olan dövrlərdir, bu 2006-2008-ci illərdə bir layihə var idi, tahsis layihəsi. O layihədə mən yerli aparıcı konsultant kimi çalışmışam. Yəni deyirlər ki, maliyyə işçisi, yəni bu rəqəmlərlə təkcə işləmir də, onun özünün strateji bir yolu da olmalıdır. Bəli, bilirsiniz,
mühasiblər, Düşüncəsi maliyyətçilər, çünki bu tələb eləyir. bunlar əslində yalnız mühasibatlıq rəqəmlərlə işləmirlər, çox həssas olmalıdırlar. Duymalıdırlar, biznes anlamalıdırlar. Məsələn, mənə sual versəniz ki, sən indi hansı peşəyə daha çox özünü yaxın hesab edirsən də, aid edirsən? Mən çətinlik çəkərəm o sualı verməyə. Mən özümü pedaqoq kimi də görürəm. Çünki uzun illər dərs demişəm, universitetlərdə dərs demişəm, bizim elə Baratsının özündə. Yəni son 20 artıq 5 ildir ki, yəni 2001-ci ildən də etibarən mən Azərbaycana, Misirdən qayıdandan sonra mən tədris prosesindəyəm. Amerika Birləşmiş Ştatları 25-ci ildə döndünüz vətən. 21-ci ildə. 21-ci ildən tam 2001-ci ildən vətən üçün də biraz belə belə deyək. Qayıtdım vətənə və özümü həsr etdim Azərbaycandakı olan təhsil sektoruna. Burada qəbul oldum MBA proqramına. O zaman ilk MBA proqramı idi. Georgia Ştatı Universiteti ilə bərabər Neft Akademiyasında, zamanda adı Neft Akademiyası gedirdi və sonra həmin universitetdən məni ezam elədilər Amerika Birləşmiş Ştatlarına. Baxın, yəni uşaqlıq dövründə xəyallarım əslində gerçəkləşdi. 2003-cü, 2004-cü illərdə Georgia ştatında, Atlanta şəhərində Robinson College of Business adlı deməli biznes məktəbində, universitetdə təhsilimi bitirdim. Və ondan sonra dönəndən sonra 2004-cü ildən etibarən fərqli universitetlərdə öz ixtisasımla bağlı maliyyə, mühasibatlıq, idarəetmə uçotu olsun. Yəni bu sahələrdə hətta marketinq mövzusunda da belə dərslərim olub. Biz hissə gələcəyik bu məsələlərə. Mən təklif eləyirəm ki, dinləyicilərimiz əgər sualları varsa İlşənbəyə buyursunlar, yazsınlar, göndərsinlər. 055 93 490 90. Baxın, qarşınızda hal-hazırda belə deyək də indi sizə görə də efirin o tərəfindən dinləyirsiniz. Yəni bir nümunə gənc bir oğlan xəyallarında uzaq bir belə deyək də Amerika kimi bir ölkəyə hardasa bir xəyallar qurur, amma reallıq da buna imkan verməlidir. Amma buna baxmayaraq bu çətinlikləri atlayataraq, nə bilim o dil imkanlarını genişləndirərək, hələ o dövrdə çox çətin idi ya. Yəni düşünün ki, bayaq mən sizə diqqətlə qulaq asıram, orada YouTube proqramlar falan yoxdur. Yəni sırf olaraq dərs vəsaitlərini, yəni mən də o dövrün, yəni belə deyək də şagirdi, tələbəsi olmuşam. Yəni sırf olaraq dərs vəsaitlərinə görə biz öyrənirdik də, o ingilis dilini, əsas olaraq ingilis dilini öyrənirdi və çalışırdıq ki, heç olmasa bir vəziyyətdən çıxaq, bir danışıq dilini öyrənək və o baxımdan da o dövrün öz çətinlikləri vardı. Necə oldu ki, məhz Baratsın təlim mərkəzini yaratmaq qərarına gəldiniz? Bu haqda mənə elə gəlir ki, bir balaca qısa bir fasiləmiz var, ondan sonra danışsa daha maraqlı olar. Əslində qısa bir belə deyim, özət də keçə bilərəm ki, 2014-cü ildən etibarən bu peşəkar təhsil mərkəzi yaradılır və əsas deviz olaraq da siz deyin Elşən bəy, necə adlanır bu? Employability through education. Yəni təhsil vasitəsilə insanların məşğulluq imkanlarını artırmaq. Düzdürmü? Bəli. Yəni onları daha yaxşı gələcəyə üçün qapılarını açmaq. Belə bir şüar götürdünüz və xidmət istiqamətləri də maraqlıdır. Maliyyəni, biznesi qeyd etdiniz, mühasibatlıq təlimləri ilə bağlı da biz danışacağıq birazdan və maraqlıdır ki, burada General English o ayrılmaz hissəsi olmalı idi. Bu tədris mərkəzindən təbii ki, bütün səviyyələr üzrə özdə hazırlayırsınız tələbələri. Sonra IELTS-ı xüsusi vurğulayacağıq birazdan. SAT imtahanlarını, bu dəqiqə elə bir ki, öz arxanızca elə bir kimlərisə də aparmaq istəyirsiniz. Daha çox xaricdə imkanlar var, daha geniş imkanlar var deyə düşünürsünüz. Mən belə düşünürəm. Yox. Bəli, elədir. Azərbaycan daxilində də təbii ki, özünün müsbət tərəfləri var təhsilin, amma yenə də xaricdə təhsil imkanlarını genişləndirmək, vətənə dönmək və burada çalışmaq görürsüz sizin kimi tədris mərkəzi. Yəni o qədər gənclərə bunu nümunə olaraq göstərə bilərik ki, düzdürmü? Çox qısa və kapsamlı belə türkçə desək, yəni əhatəli əslində məlumat verir. Əslində iddialı olmaq lazımdır. Bunda heç bir pis, mənfi heç nə yoxdur. Və indi istəyirəm yavaş-yavaş əlaqə nömrələrini və ünvanlarını səsləndirim. Baratsın tədris mərkəzi. Deməli, əvvəl birinci hansı ünvanla başladınız? Onu deyin, sonra mən reklamları səsləndirəcəm. Bəli, əslində tarixçəmiz çox belə dəyişən olub. Biz Caspian Plazadan başlamışdıq. Sonra pandemiya dövründə Caspian Plazadan çıxmalı olduq. Elmlər filialımızı açdıq. Ondan sonra fərqli ünvanlarda olmuşuq. Hazırda faktiki 3 ünvanımız var. Biri Elmlər Akademiyası Bakı Dövlət Universitetindən üzbəyiz olan Bəxtiyar Vahabzadə küçəsində yerləşir. 28 may filialınız var, Dəmiryol Plaza 8-ci mərtəbə. Nizami filialında Cəfər Cabbarlı küçəsi 44, yəni bayaq da söylədiyiniz kimi Caspian Plaza 1-ci korpus 2-ci mərtəbə. Əlaqə nömrələrini deyim, səsləndirim əziz dinləyicilərimiz. Maliyyə və biznes təlimləri üçün biz hansı ki birazdan toxunacağıq bu təlimlərə və ümumiyyətlə bu təlimlərin üstünlükləri nədir? 070 205
4477 nömrəsini yığmalısınız. Amma bayaq danışdığımız gibi dil imkanlarınızı genişləndirmək və ümumiyyətlə xaricdə təhsil imkanlarını artırmaq istəyirsinizsə, bu IELTS imtahanlarına qoşulmaq istəyirsinizsə, artıq qeydiyyat bildiyim qədərindən başlayıb. Bəli, Aha. hər gün var. Bəli, 010 225 42 60 əlaqə nömrəsini yığmalısınız. Elşən bəy, bir sual verim. Dediniz yanvardan başlayıb da, düzdür? Yəni təzə başlayıb da qeydiyyata artıq. Gec deyil, adətən mən həmişə o sualı verirəm. Gecikmirik həmişə. Yəni biraz elə bilirəm ki, yanvardan başladığımız dediyiniz IELTS imtahanlarına qeydiyyat mı nəzərdə tutursunuz? Ümumiyyətlə IELTS çoxdan Azərbaycanda var və biz 2015-ci ildən etibarən rəsmi IELTS test mərkəzi olduq. Əvvəl 2 formatda vardı. Kağız üzərində, bir də kompüter üzərində. Bu ilin yanvar ayında sonuncu kağız üzərində imtahanı keçirildi. Bundan sonra Azərbaycanda kağız imtahanı olmayacaq, ancaq kompüter əsaslı imtahan olacaq və kompüter əsaslı imtahanın üstünlüyü odur ki, hər gün keçirilir. Gündə hətta bir neçə imtahan var. Qeydiyyat bəli onlayndır. Biz rəsmi IELTS test mərkəzindən danışırıq və yəni istənilən bir vaxtda, istənilən tarixdə portala daxil olmaqla, IELTS rəsmi imtahan deməli səhifəsinə daxil olmaqla orada olan cədvələ uyğun, təklif edilən tarixlərə uyğun, saatlara uyğun imtahan tarixlərini rezerv etmək olar. Aha. Və ümumilikdə yəni hər ay keçirilir də. Hər ay, hər gün. Yəni bu imtahan IELTS rəsmi IELTS imtahanından danışırıqsa, onu vurğulamalıyam ki, Baratsın şirkəti Azərbaycanda yeganə Azərbaycan şirkətidir ki, rəsmi IELTS test mərkəzi statusuna malikdir. Bundan başqa ikinci test mərkəzi də var. Bu Britaniya Şurası mərkəzidir. Odur ki, bəli, bu imtahanlar gündəlik olaraq Baratsında keçirilir. Anladım. Reklamlarımız səslənsin, nə qədər gecikdirməmişik. Ona görə Baratsın Təlim Mərkəzinin İdarə Heyətinin sədri Elşən Rəhimovla söhbətimiz birazdan davam edəcək. Siz sağlam təhsildəsiz, sizinlə mənəm Samirə Fərzəliyeva. Sağlam təhsildəsiz dostlar, bir daha hər kəsi salamlayıram. Bugün maraqlı bir qonaqla sizi tanış edirəm. Bugün Baratsın Təlim Mərkəzi qonağımızdır. İdarə Heyətinin sədri Elşən Rəhimov bu təlim mərkəzinə ümumiyyətlə onun fəaliyyət istiqamətlərinə birazdan özü də toxunacaq. Amma mən istəyirəm ki, bir daha dinləyicilərimizə maliyyə və biznes təlimləri üçün əgər siz müraciət etmək istəsəz, sizin üçün əlaqə nömrəsini səsləndirirəm. 070 205 44 77 və birazdan deyəcək ümumiyyətlə bu təlimlərin üstünlükləri varmı, xeyri varmı ümumiyyətlə gənclərimizə, onların karyeralarına və ingilis dili və IELTS təlimləri üçün isə 010 225 42 60 əlaqə nömrəsini yığmalısınız, zəng etib danışmalısınız. Elşən bəy, söhbətimizi davam etdirək. Bəli. Deməli, hansı təlimləri xüsusi vurğulamaq istəyirsiniz? Baxın, indi bir çox təlimlər keçirirsiniz. İxtisasınıza uyğun olaraq sizə yaxın olan, doğma olan yəqin ki, mühasibatlıqdır. Bəli. Və bayaq da söylədik ki, bu rəqəmlərdir, burada daha ciddi məsələdən söhbət gedir, düzdür? Amma maliyyə savadlılığı olmayan bir şəxs çalışa bilərmi maliyyəçi və yaxud da ki, mühasibat? Bəli, yetər ki, istək olsun. Hər şey istəkdən başlayır. Yəni, bir hər şeydə yeni təhsildə. Elementar baza, heç olmasa riyaziyyat bilikləri olmalıdır. Yəni, mürəkkəb biliklərdən söhbət getmir. Toplama, çıxma, vurma, bölmə, yəni faizi tapma, bu cür əməliyyatları apara bilirsə, anlayışı varsa, o zaman mühasibatlı öyrənə bilər. Biz ümumiyyətlə təzə təsis edəndə şirkəti 2014-cü ildə adını Baratsın School of Business and Finance qoymuşduq. Yəni, daha çox biznes və maliyyə məktəbi kimi tanıtdırmaq istəyirdi. Çünki mənim öz sahəm idi və ondan sonra artıq başqa xidmətlər başladı əlavə olunmağa. Hazırda Baratsın çox şaxəli bir fəaliyyət göstərdiyinə görə burada daha çox biz nədə məsələn güclüyük, daha çox nəyi istəyirik demək çox çətindir. Çünki bizdə həm maliyyə mühasibatlıq tədrisi var, həm dillər ingilis dili və yalnız ingilis dili deyil, məsələn alman dili tədrisi də var bizdə, ərəb dili tədrisi də var, rus dili tədrisi də var. Bayaq qeyd etdiyim ki, məsələn özümün bildiyim bir şeyləri biz təqdim edirik. Bəli. Yəni bilmədiyim bir şeyi təqdim eləmirəm. Maliyyə mühasibatlıq da mənim əsas ixtisasım olduğuna görə orada da ilk elə tədrisi özüm başlamışdım və kifayət qədər böyük bir uğurlar əldə eləmişdik. Yəni rahatlıqla deyə bilərəm ki, minlərlə sayda, yəni Azərbaycan vətəndaşları, gənclər, peşəkarlar bizdə bizim xidmətlərdən yararlanıblar və beynəlxalq sertifikatlar alıblar, yerli Azərbaycanda tanınan sertifikatlar alıblar və öz karyeralarına çox müsbət təsir eləyiblər. Yəni çox yüksək hazırda pillələrdə, məqamlarda olan şəxslər var. Anladım. Yəni elə bir riyaziyyat dahisi olmağa ehtiyac yoxdur. İndi istəyirəm bax təcrübənizə istinadən deyə bilərsiniz. Məsələn, maliyyədə, mühasibatlıqda adətən hansı səhvlər buraxılır?
Hansı səhvlərə yol verilir? Bilirsiniz, düşünür ki, mən belə ümumiləşdirsəm də, çünki buradan biz onsuz da detallı çox hər şey Yox, haqqında bir danışa proqrama nə qədər sığacaqsa Bəli. ona. Yəni birinci növbədə ən böyük mən düşünürəm ki, insanlarda yanlışlıq yalnız maliyyə mühasibatçılıqla deyil, nə istədiklərini düzgün müəyyən etməkdədir. Yəni bilmirlər nə istəyirlər. O qədər çox məlumat var ki, hazırda da internetdə və hər tərəfdə diqqətləri çox yayına bilir. Yəni əgər kimsə mühasibat və maliyyə sektorunda istəyirsə inkişaf eləsin, o niyə bu sektoru seçdiyini birinci sorğulamalıdır. Fərqində olmalıdır. Yəni mən o sektora girmək istəyirəm çünki orada mən yaxşı maaş mı ala biləcəm? Yoxsa o sektora mən ona görə girirəm ki, yəni o sahəni mən sevirəm. Yəni o suala cavab verməli. Bilirsiniz, pul qazanmaqdan söhbət gedirsə, bu gün əksəriyyətin də insanların əksəriyyətinə baxırsan, güzaranından şikayətlidir, nə bilim pul qazanmaq çətindir və s. və axırdır. Amma təhsil Amma da onların bəzən tənbəl olmaqlarından da irəli işləmək istəməməklə. Tamamilə doğrudur. Yəni vurğulamaq istədiyim odur ki, pul qazanmaq üçün təhsil hələ o qədər sübut edilməyib ki, dünyadakı pul qazanmaq üçün təhsil lazımdır. Yəni o qədər nümunələr var ki, dünyada tanınan milyonçular, milyarderlər var ki, onların təhsilləri ali təhsil deyil. Yəni məktəbi müəyyən bir hətta sinifdən tərk eləyiblər və işlə məşğul olmağa başlayırlar. Yəni ticarətlə məşğul olmağa başlayırlar. Yəni təhsil bəzi sahələr var ki, orada mütləq məsələn ali təhsil lazımdır. Biz danışırıq mühəndislikdən, danışırıq məsələn tibbdən və s.dən. Amma harda ki insanlar gedirlər, əksəriyyəti baxırıq da oxuyurlar, ali təhsil alırlar, fərqli sahələrdə ömür boyu o sahədə işləmirlər. Yəni Qərb aləmini götürsək, məsələn Avropanın inkişaf etmiş ölkəsi olan Almaniyanı götürsək, bu Avropanın aparıcı iqtisadi bir qüvvəsidir də. Orada ali təhsili əksəriyyət almaq istəmir. Çünki yəni ali təhsil daha çox akademik və ondan sonra daha belə əqli yuxarı olan bir işlər tələb eləmək üçündür də. Amma bizdə necədir? Gedir ali təhsil alır, sonra gedir marketdə işləyir, hardasa satıcı işləyir. Və yaxud da gedir hardasa receptionda işləyir, hardasa gedir, yəni ofisdə adi bir ofis menecer olur. Yəni öz ixtisası üzrə işləmir. Ona görə əksər də baxsaq insanların dünya üzrə elə hamıda bütün ölkələrdə eynidir. Tələbatlar nədir? Yəni biz adi bir yəni yaşayış səviyyəsində, məişət səviyyəsində tələbatımız nədir bizim də? Çörək alırıq. Çörək bişirən kimdir? Çörək bişirən bəyəm ali təhsilli olan adamdır. Nə bilim bizdə hansısa evdə bir əşya xarab olur. Onu təmir eləmək üçün biz bəyəm ali təhsilli bir adamı cəlb edirik. Xeyr. Yəni ali təhsilli olan adamların, insanların əslində o peşələri daha yuxarı olan ehtiyaclar üçün olmalıdır. Ona görə burada mən də onu vurğulamaq istəyirəm. Kimsə mühasibatlığı yalnız mən gedəcəm, mühasibatlı işləyəcəm, yaxşı maaş alacağım düşüncəsi ilə gəlirsə, gəlməsin yəni. Çünki orada da aşağı maaşlar var, orada da yuxarı maaşlar var. Hər sahədə olduğu kimi. Buna hissə gəlməz. Mərtəbən pillə qalxması. Yəni beynəlxalq sertifikatların da yeri gəlmişkən burada üstünlüyü o olacaq ki, sən bir balaca tez çatacaqsan mənzil başına da. Doğrudur. Təlimləriniz məsələn sırf indi maliyyə ilə mühasibatlıqdan danışırıq deyə. Təlimləriniz necə keçirilir? Həftədə neçə dəfə keçirilir və neçə ay bir mühasibat kimi yetişməyə imkan verir bu təlimlər? Sırf mühasibatlıqdan danışsaq, yəni ən qısa olan təlim müddəti bizdə məsələn mühasibat üçün əsasları fəni var. Financial accounting deyirik. Belə keçmişdə ona F3-də adlı belə bir kod da verirdilər. Bu ACCA kvalifikasiyası ilə bağlı idi. Onun müddəti 3 aydır. Yəni 3 aydan daha tez müddətə mühasibatlığı qavrayıb həqiqətən də yaxşı öyrənmək çox çətin olacaq. Yəni çünki dərslər hər gün keçirilmir təbii. Yəni həftədə qrafika uyğun olaraq elə tələbələr var ki, şəxslər var ki, onlar işləyirlər və həftədə cəmi bir dəfə gələ bilirlər. Bəs onlayn varmı məsələn? Onlayn da var, bəli. Kimlərsə axşam saatları gəlir. Məsələn, həftədə 2 dəfə olacaqsa, axşam saatlarında olacaq. Həftədə bir dəfə olacaqsa, məsələn, daha uzun müddət 4 saatlıq təlim olacaqsa, bu həftə sonu olacaq. Ya şənbə ya bazar günlər olacaq. Yəni fərqli tələblərə uyğun olaraq saatları nəzərə alırıq. Onları nəzərə alırıq, bəli. Sonra korporativ təlimlər keçirirsiniz. Doğrudurmu Elşən bəy? Elədir, bəli. Nəticə verir yoxsa elə belə bayaq söylədi sertifikat xətrinə? Xeyr. Əksinə, yəni bizim lab öncədə vurğuladığınız kimi təhsil vasitəsilə məşğulluq imkanlarının artırılması olan divizimizə əslində xidmət edirik və Azərbaycanda kifayət qədər böyük sayda bilirsiniz ki, tanınmış şirkətlər var, çox uğurlu şirkətlər var. Onlar öz əməkdaşlarının bilik və bacarıqlarını, kvalifikasiyalarını artırmağa maraqlıdırlar və təlimlərə müraciət eləyirlər. Yəni əksər hallarda bizim açıq təlimlərə
ayrı-ayrı şirkətlərin nümayəndələri gəlir. Belə xüsusi olaraq sırf hansı bir şirkətin ərazisində təlim tələbatları o qədər də yüksək olmur. Çünki son zamanlar biz baxırıq ki, bir çox şirkətlər özlərində daxili akademiyalar formalaşdırırlar və öz ehtiyaclarına uyğun öz daxili təlim xidmətlərindən yararlanırlar. Amma ümumi açıq təlimlərə bəli gəlirlər. Ara sıra da xüsusi sifarişlər olur ki, şirkətlər bizə müraciət edirlər. Yəni bir şirkətin uğuru üçün təlimlər şərtdir. Mütləqdir, bəli. Bilirsiniz, təlim almayan məsələn komanda deyirsiniz başqa sahələrə aid olaraq tam bəli. Yəni istənilən sahədə ümumiyyətlə təlim bilgisi olan bir insan üçün də hətta önəmlidir. Çünki baxın, beynəlxalq sertifikatları dediniz. Məsələn, tanınan ACCA deyilən bir kvalifikasiya var, Association of Chartered Certified Accountants. Yəni bu İngiltərədə yerləşən amma qlobal və 100 ildən daha uzun bir tarixçəsi olan bir peşəkar mühasibatlıq təşkilatıdır. Onların üzvü olmaq üçün 14 imtahan var. O 14 imtahanı vermək lazımdır. Qısaldıbla düzdür, hazırda 13 imtahandır. Ondan sonra da 3 illik iş təcrübəni sübut eləməlisən. Oxuduğunu, öyrəndiyin bilikləri 3 il ərzində tətbiq etdiyini sübut eləməlisən. Onunla da kifayətlənmirsən. Yəni bunu bir dəfə elədin, bitirdin deyil. Orada illik olaraq CPD deyilən bir şeylər var. Yəni Professional Development Units, fərqli, yəni abreviaturalar deyirlər ona. Yəni davamlı olaraq insan öz peşəkar o bilik bacarıqlarını saxlamalıdır ən azından. Çünki nələrisə öyrənmirsən keçmişdə, adım var, nəyə bənzəyir? Məsələn, sən idmançısan, gedib dünya çempionu olmusan, bir 20 il bundan qabaq, adın üzərində ki, sən dünya çempionusan. Amma denən bu gün sən çıx tatamiyə məsələn və yaxud hansı idman növü ilə məşğulsansa, gör o performansı göstərə biləsən, yox. Burada da maliyyə mühasibatlıqda da buna bənzəyir. Əgər nə zamansa sertifikat almısansa, biliyini sübut eləmirsənsə, amma dəyişikliklər olduqlarını sən izləmirsənsə, biliyini sən yeniləmirsənsə, o zaman sən peşəkar kvalifikasiya sahibi kimi adını saxlaya bilmirsən. Ona görə şirkətlərdə də olan əməkdaşlar mütləq qaydada, yəni şirkətin inkişafı üçün və özlərinin motivasiyası üçün təlimlərə qatılmalıdırlar. Çox müsbət təsir var. Bu proqramlar hamısı yəni ödənişli deyə bilir. Yəni onların hər birində yəni rəqabət çox güclüdür. Hal-hazırda çox güclü. Bəli, get-gedə artır da. Çünki ümumiyyətlə bu sektora daxil olmaq üçün maneələr az qala yoxdur. Məsələn, bizim Baratson şirkətinin Dubayda da bir tarixçəsi var. Biz 2023-cü ildə Dubayda Ərəb Əmirliklərində Baratsonu təsis etdik. Orada məsələn təhsil fərqi yoxdur hansı təhsil növü ilə məşğulsan. Yəni universitet təsis edirsən, orta məktəb təsis edirsən və yaxud da təlim mərkəzi təsis edirsən, mütləq Dubay hökumətinin təhsil nazirliyi kimi bir orqanı var. Deməli Human Knowledge and Human Development Authority adlanır. KH deyə belə qısa hərflərlə desək. Yəni bilik və insan inkişafı agentliyi adı belədir. Oradan mütləq lisenziya almalısan. Yəni adi bir fəaliyyətlə, kommersiya fəaliyyətlə yanaşı üstəgəl bir lisenziya almalısan. Məsələn, bizdə ölkələrdə var. Bizdə Azərbaycanda yalnız ali təhsil, yəni dövlət lisenziyası ilə fəaliyyət göstərən, dövlət sənədi verən təlim mərkəzləri üçündür o tələb. Amma adi kommersiya müəssisəsi olaraq bir təlim mərkəzi açırsan, sən dövlət attestatı vermirsən, dövlət diplomu vermirsən, belə bir sənəd vermirsənsə, o zaman yəni heç bir lisenziyaya ehtiyac yoxdur. Ona görə biz görürük ki, günü-gündən hər gün yeni bir nəsə bir adlar çıxır, yeni bir mərkəzlər açılır. Bəli, rəqabət artmağına rəqabətdə bir düşünürəm ki, əslində fayda var. Çünki keyfiyyət başlayır artmağa. Bəli, inkişafdan təbii ki, söhbət gedəcək və istəyirəm, həm də siz fəaliyyət istiqamətinizi də mən belə başa düşürəm ki, genişləndirmək, belə deyək, istəyindəsiz, siz bir yerdə dayanmırsınız. İlk əvvəllər bir ünvanda başlamışdınız, artıq 3 ünvanda fəaliyyət göstərirsiniz. Azərbaycandan söhbət gedir. Mən böyük bir məmnuniyyətlə səsləndirmək istəyirəm. Baratson Təlim Mərkəzi 3 filial dedik. Elmlər Akademiyası ərazisində yaşayanlar, siz müraciət edə bilərsiniz Bəxtiyar Vahabzadə küçəsi 5 ünvanına. Yox, 28 may daha şəhərə yaxın biraz deyək. Əgər sizə müraciət edəsiniz, Dəmir Yol Plaza 8-ci mərtəbədə sizlə görüşəcəklər. Hər hansı bir bu danışdıqlarımız xidmətlərlə bağlı, imtahanlar, təlimlərlə bağlı müraciət edə bilərsiniz. Bir də Nizami filialı var. Bu da Cəfər Cabbarlı küçəsi 44 ünvanında. Caspian Plaza çox yaxşı tanıyırsınız. 1-ci korpus 2-ci mərtəbədə görüşə bilərsiniz Baratson Təlim Mərkəzinin nümayəndələri ilə. Amma konkret olaraq məsələn müəyyənləşibsə artıq maliyyə və yaxud da mühasibatlıqla bağlı, daha doğrusu biznes təlimlərindən bağlı 070 205 44 74 üzr istəyirəm 070 205 44 77 və ingilis dili artıq dil imkanları ilə bağlı, IELTS təlimləri ilə bağlı
bu təlimlərə qatılmaq üçün isə 010 225 42 60 əlaqə nömrəsi ixtiyarınızdadır. Biz söhbətimizi davam etdirəcəyik. Bugün bir daha xatırladıram, qonağımız Baratsın Təlim Mərkəzi İdarəyyətinin sədri Elşən Rəhimovdur. Daha deyir, fərqli gələcək buradan başlayır, daha maraqlı fərqli gələcək buradan başlayır. Həmişə biz sağlam təhsildə olanda, fərqli qonaqlarla danışanda həqiqətən çox maraqlı bir nüanslara toxunuruq. Tədrisimiz üçün, təhsilimiz üçün ideyalarını, təkliflərini verən insanlar olur. Bu baxımdan da çox böyük bir zövq aldım bugünkü proqramdan. Baratsın Təlim Mərkəzinin, Tədris Mərkəzinin İdarə Heyətinin sədri Elşən Rəhimov studiyamızdadır, amma hiss edirəm ki, elə bir ki, bir proqrama sıxışdıra bilmirik dediklərimizi. Yəni o qədər biraz pərakəndə oldu o proqramımız. Çünki hər bir nüansa istədik toxunaq, hər bir məlumatı istədik ki, dinləyicilərimizə çatdıraq və elə bir ki, tələskənliyi hiss eləyirəm. Ona görə də mən elə gəlir ki, bu belə də olmalıdır. Çünki fəaliyyət istiqaməti buna imkan verir ki, genişdir o qədər və danışmaq biraz bizi məhdudlaşdırır da. Ona görə Elşən bəy, indi nəyi vurğulamaq istəyirsiniz? Yəni siz daha yaxşı bilirsiniz, aktual olaraq məsələn Baratsın Tədris Mərkəzi daha nəyi çatdırsa dinləyicilərə düzgün olar hal-hazırki vəziyyətimizdə. Düşünürəm ki, bilirsiniz, Baratsın haqqında danışmağıma o qədər də lüzum görməyəm. Çünki hazırda hər şey o qədər açıqdır ki, internet var, resurslar çoxdur. Biz də çoxlu sosial medialar üzərindən reklamlar eləyirik. Yəni əminəm ki, Baratsın kimlərinsə qabağına mütləq çıxıb. Yəni bizi dinləyənlərin arasında. Çünki bizdə statistika onu göstərir ki, biz məsələn son il ərzində 10 milyondan yuxarı şəxsin qarşısına özümüz haqqında, öz xidmətlərimiz haqqında reklam çarxları çıxartmışıq. Yəni mən burada düşünürəm ki, nə faydası verə bilərəm də, belə reklam kimi bir şey istəmirəm olsun. Baratsın bunu elə, Baratsın onu elə. Zaten nə elədiyimiz hamısı göz qabağındadır. Buradan səslənmək istəyərdim gənc şəxslərə, yəni yeniyetmələrə, hətta yaşı artıq belə də, yəni yuxarı olan, artıq yəni yetkin bir şəxslərə hətta səslənmək istəyərdim. Bir həyatında fərqli mərhələlərdə fərqli növ sınaqlardan keçmiş bir insan kimi istəyərdim bir burada bir şey səsləndirim də, o töhfə olsun insanlara, bir işıq üzü olsun da. Mən inkişafı özümdə nə zaman görmüşəm? Bayaq da bu efirdə deməli fasilə olanda dediniz ki, nə oldu da, necə oldu ki, sən 11-ci sinifə kimi yaxşı oxumamısan, amma birdən 11-ci sinifdə dəyişdin hər şeyi. Ondan sonra da mənim həyatımda çox şeylər olublar. Həddindən artıq çoxlu sayda fərqli hadisələr baş verib və uğursuzluqlar baş verib də, belə uğursuzluq adlandırardım. Çünki məktəbdə də uğursuz, yəni oxumaya sonuncu ildə böyük bir təzyiq altında mən böyük bir irəliləyiş əldə etmişəm. Mən anladım ki, özüm üçün ümumi bir qayda çıxartdım ki, uğursuzluq əslində çox yaxşı şeydir. Yəni uğursuz olmasan, sən dəyişməyəcəksən. Yəni rahat olacaqsan, komfort zonada olacaqsan, sən həmişə hər şeyə hazır, hər şey səndə əl çatandırsa, o çox pisdir. Və hətta yəni indiki yaşlarımda belə mən bəzi hallarda görürəm ki, mən nələrəsə nail olandan sonra biraz rahatlayıram. Sonra vəziyyət biraz pisləşəndən sonra mən deyirəm, yox, mən deməli paslaşmışam da, özümə deyirəm. Yadınıza salırsınız ki, yox, hardan gəlmişdi? Bəli, yəni boşluğa düşən kimi insan başlayır artıq geriləməyə. Yəni insan dayanmamalıdır. Əgər hansısa bir çətinlik varsa, istənilən bir çətinlik, bu ola bilər səhhətlə bağlı olsun, bu ola bilər maddiyyətlə bağlı olsun, şəxsi həyatla bağlı olsun, fərq yoxdur, nələrsə bağlı olsun. O çətinliklər mütləq sizi harasa gətirəcək. Deyir, o gecənin ən qaranlıq zülməti, o sübhün açılana az qalmışa qədərdir də. Düşünürsən ki, buradan o tərəfə zülmət olur və ondan sonra bir sübh açılır, bir günəş yəni saçır. Həyatımız da elədir. Yəni hansı bir qaranlıq yəni düşünürüksə ki, bir mərhələyə gəlib çatmışıq, bir qara bir xəttin üzərində gedirik, bilməliyik ki, bundan sonra bir işıq gələcək, bir ağ xəttin üstünə çıxacağıq. Yəni o necə ki, o yaydan çıxması üçün dartılır, geriyə dartırıq da, nə qədər çox geri dartırıq, o qədər də o sürətli qabağa gedə bilir. Burada da vəziyyət belədir. Yəni həyat zaten hamımız üçün bir sınaqdır, hamımız üçün bir imtahandır. Bu imtahandan başlıca çıxmaq üçün hər şey özümüzdən asılıdır. Yəni tənbəl olmayacağıqsa, həvəsimiz tapacağıq içimizdə, marağımızı oyada biləcəksə, mən düşünürəm ki, insanın yəni nail ola bilməyəcəyi bir şeylər yoxdur. İndiki tələbələrdə nəyi bəyənirsiniz və yaxud gənclərdə?
Bilirsiniz, fürsətlər fərqlidir də. Hazırda o qədər çox fürsətlər var ki, gənclərimiz çox qısa bir zamanda böyük bir şeylər əldə edə bilirlər. Bizim zamanımızda dediyim kimi bu resurslar yox idi. Biz dəftər, kitab və s. heç o kitabları da tapa bilmirdik. Hazırda isə yəni sosial medialar üzərindən, internet üzərindən, tətbiqlər üzərindən o qədər məlumatlar var ki, baxın, bizdə sadəcə olaraq biraz bəyəndiyim şeylər olsa da, bəyənmədiyim və bu şəxslərlə bağlı deyil, bu sistemlə bağlıdır. Bizə elə yəni öyrədilib ki, mütləq məktəb olmalıdır, mütləq universitet olmalıdır, mütləq nə bilim hansısa bir mərkəz olmalı. Halbuki elm və bilik mərkəzlə olmur, şəxslə olur. Baxsanız məsələn çox böyük alimləri, hətta yəni Einstein-ə belə baxsaq, məktəbdə yəni loser olub da, ingiliscə desə, yəni uğursuz biri olub da. O sonrakı yaşlarında artıq fərqlənməyə başlayıb. Yəni insan da özünü əgər elmə həsr eləmək istəyirsə, yəni onun səbəbini anlamalı ki, niyə istəyir? Yəni düşünürsən ki, mən elmlə məşğul olacağam, pul qazanacağam. Xeyr. Əksər alimlər, baxsaq Azərbaycanı misal götürsək, əksər alimlər kasıbdılar. Niyə? Çünki onların pul qazanmaq niyyətləri olmur. Onlar elmə xidmət eləmək istəyirlər. Onlar araşdırmalarla məşğuldurlar. Yəni biz də eyni zamanda düşünməliyik ki, yəni mən elmi niyə öyrənirəm də? Burada fədakarlıq olmalıdır. Məsələn, siz bayaq efirdən kənar sual verdiniz ki, nəcəb Elşən, bəs xaricdə təhsil almısan, fərqli ölkələrdə olmusan, bəs Azərbaycana niyə qayıtmısan da? Bilirsiniz, məndə o fədakarlıq hissi, yəni vətənə bağlılıq və bu bir dəfə olmuyor. Bu keçmiş uzaq keçmişlərdə olmayıb. Məsələn, mən 2023-cü ildən 25-ci ilə qədər Ərəb Əmirliyində yaşamışam. Yəni ailəmi, uşaqları götürmüşəm. Bir dəyişiklik eləmək istəmişəm öz həyatımda. Amma yenə qayıtmışam Azərbaycana. Başa düşmüşəm, yox, yəni bizim vətənimizdən yoxdur. Bəli, yəni bağlar var əlbəttə. Bəli, yəni bilirsiniz, hansı sahədə desə iqlimi qat-qat daha gözəldir. Nə bilim, qida daha qat-qat dadlıdır. Yəni insanlıq, hətta biz nə qədər şikayətlənsək də, ay qanunlar belə, ay sıxırlar, ay boğurlar. Yəni çox reallıqlar var da, problemləri çox səsləndirirlər. Gedib o birisi ölkələrdə yaşayandan sonra anlayırsan ki, nə qədər Azərbaycanda çətinliklər hər yerdə var deyirsiniz. Çox asandır. Yəni bəli, qanunlar çox da sərt deyil, yumşaqdır. Yəni yanaşmalar ancaq belə hərfi mənada yanaşılmır. Yəni hər yerdə əslində öz çətinlikləri var. Yox, hər bir ölkənin özünün daxili qayda qanunları var. Vətənimiz var. Gənclərimizin maraqları, hazırda sual verdiniz, sualınıza cavab vermiş olum. Yəni xaricdə təhsil almaqla bağlıdır. Çox maşallah, yəni bəyənirəm onların istəklərini. Bilirsiniz, niyə xaricə gedirlər təhsil almağa? Əfsuslar olsun ki, Azərbaycan dilində istənilən sahədə, yəni hansı sahəni götürürsüz götürün, elm yenilənmiş, yəni müasir olan elm mənbələri yoxdur. Yəni vəsaitlər köhnəlib. Baxırsınız ki, universitetlərdə Azərbaycan dilində tədris edilən materiallar yoxdur. Yəni konspektlər üzərində köhnə Sovetdən qalan hansı bəzi materiallar olur. Yəni amma Qərb universitetlərinə baxsaq, dünya yəni universitetlərinə baxsaq, vəsaitlər yenilənir və misallar, o vəsaitlərdə verilən misallar gündəmə uyğun olan misallar olurlar. Yəni müasir olan şirkətlərdən misallar gətirir. Əgər biznes və maliyyə mühasibatlı sektorundan danışırsa, misallar mövcud olan şirkətlərdən gətirilir. Yəni keçən əsrin misalları gətirilmir orada. Ona görə də istəyiriksə yeni biliklər əldə etməyə, əfsuslar olsun ki, bu ingilis dilindədir. Əsasən ingilis dilindədir. Bəli. Ona görə də tələbələrin ingiliscə maraqlarının belə artması təqdirə layiqdir. Bunu bəyənirəm. İngilis dili ilə bağlı biz danışacağıq. Çox qısa bir vaxtımız olacaq bunun üçün. İndi çünki reklamları səsləndirməliyim. Amma bu arada mən böyük bir istəyirəm ki, sürətli bir şəkildə səsləndirim sizin əlaqə nömrələrinizi. Yaxşı. Çünki müraciətlər efirdən sonra da ola bilər. İndi ola bilər efir müddətində bizim efirə qulaq asıb daha sonra sizə müraciət etsinlər. Maliyyə və biznes təlimləri üçün 070 205 44 77 əlaqə nömrəsi ixtiyarınızdadır. İngilis dili və IELTS təlimləri üçün 010 225 42 60 əlaqə nömrəsi ixtiyarınızdadır. Mən bir daha xatırladıram. Bugün Baratsın Təlim Mərkəzinin idarəyyətinin sədri Elşən Rəhimov sağlam təhsildədir bizimlə bərabər. Bu qapı açılıb bugün Baratsın Təlim Mərkəzinin üzünə və maraqlı qonaqla bugün sizi tanış etdim. Əslində idarə heyətinin sədridir Elşən Rəhimov, amma təqdimatdan danışarkən mən bunu təqdimatı uzatmalıydım əslində. Düzdürmü? Yəni idarə heyəti bir rəhbər şəxsdən əlavə həm pedaqoqluğunuzu önə çəkdiniz, mühasibatlıq, maliyyə ilə bağlı təcrübənizi bölüşdünüz. Yəni biraz da ingilis dili ilə bağlı danışaq. İngilis dili məsələn öyrənmək üçün siz bir nümunə olaraq bugün həqiqətən çox nümunə oldunuz gənclərimizə və sıfırdan başlayan məsələn
insanlar ola bilər, gənclər ola bilər ki, düşünə bilər ki, mən bir ingilis dili səviyyəsində danışmaq üçün nə qədər vaxt bu təlim mərkəzinə gedib gəlməliyəm, müraciət etməliyəm. Səmimi olaraq əgər imkan varsa bu barədə də danışaq. Ümumiyyətlə istənilən bir dili öyrənmək üçün insan gərək özünə bir mühit yaratsın. Yəni o dili mənimsəmək üçün özünü müəyyən bir mühitə məruz qoymalıdır. O dediyimiz mühit nədir? Yəni istənilən bir kurslara gedirlərsə, bir təlim mərkəzinə gedirlərsə, orada onlar çox qısa bir müddət vaxtında olurlar. Deyək ki, 2 saatlıq hər dərs 2 saat davam edir, həftədə 2 dəfə ya 3 dəfə olur. O müddətlə dil öyrənmək mümkün deyil. Çünki o çox qısa bir zamandır. Müəllimlər qrupda olan tələbələrlə bərabər dilə aid olan elementləri çatdırırlar. Yəni qaydaları öyrədirlər onlara, misallar gətirirlər və s. dinlətdirirlər, qrammatika və danışıq. Yəni bütün sahələr. Orada həm danışıq, yazmaq, dinləmək, oxumaq və s. Yəni amma bir şəxsin o dili mənimsəməsi üçün mütləq qaydada bax sinifdə olduğundan ən azı 1-2 dəfə, 3 dəfə daha çox həftə içi özünü o dilə məruz qoymalıdır. Yəni podkastlara qulaq asmalıdır, kitabla işləməlidir, lüğət özü üçün tutmalıdır, söz mütləq əzbərləməlidir. Yəni xarici dilin öyrənilməsində deyərdim ki, 100%-dan 90% müvəffəqiyyət söz ehtiyatının çox olmasıdır. Nə qədər çox söz əzbərləyə bilirsənsə, bəli, danışanda qrammatik səhvlər eləyə, cümləni düzgün qurmaya, amma sözləri artıq ifadə eləyirsənsə, artıq insanı başa düşmək olur. Biz özümüz də Azərbaycan dilində belə danışanda, əksər hallarda çoxlarında müəyyən bir səhvlər görə bilirik də, amma onu yəni heç kim səhvi tutmur ki, sən burada filan nə bilim yerdə düzgün vurğunu qoymadın, nə bilim sonluğunu düzgün gətirmədin. Başa düşürük və keçirik. Eləcə də bütün digər dillərdə. Ona görə bir dili öyrənmək üçün normalda, yəni bir səviyyəni bitirmək üçün 3 aya qədər kifayət etməlidir. Bizim proqramlar 3 aydan o tərəfə keçmir. Bir level üçün, bir səviyyə üçün. Deyək ki, starterdan başlayır, 0 səviyyəsindən kimsə başlayır. 3 ay müddətindən sonra artıq bu insan oxuya da bilir, yaza da bilir, dinləyib başa da düşə bilir. O səviyyə aid olan danışıqlarda özünü ifadə edə bilir. Məsələn, gəlir ondan sonra elementary səviyyəsi, o da bir 3 ay davam eləyir. Pre-intermediate, intermediate. Yəni intermediate səviyyəsinin orta o səviyyəni bitirəndən sonra demək olar ki, əksər tələbələr oradan tərəfə yuxarıya getmirlər. Yəni özlərini çünki artıq əmin hiss eləyirlər. Bu da hesablasaq, yəni 4 səviyyə hər biri 3 ay davam eləyir. Yəni 1 ildən az olmamaq şərti ilə sıfırdan orta səviyyəyə qədər gəlib öyrənmək mümkündür, bəli. Bugün çox sual vermək istəyirəm sizə. Eşən bəy, sadəcə dil öyrənməyə başlayan şəxs müəyyən bir ilk vaxtlarda gəlib saxlayır da, bəzən yarımçıq da saxlayır. Bəli. Niyə olur bu? Mən həmişə o maraqlıdır. Bizdə çox azdır elə nümunələr. Yəni bizdə sistem elə qurulub ki, tələbə daim müəyyən bir proqres eləməlidir, inkişaf eləməlidir. O inkişaf izlənilir. Məsələn, hər dərsdən sonra quick check testlər var, aralıq imtahanlar var, progress testlər var, final imtahanlar var. Yəni əgər tələbə öz proqresini izləyə bilmirsə, yəni görə bilmirsə ki, bu əslində gələndə bu səviyyədə idi, indi başqa səviyyədədir, artıq inamı itirir özünə və o güvənsizlikdən davam etmir. Amma bizdə elə hallar çox-çox nadir hallarda olur. Planlar dəyişə bilər kimlərdəsə, istəmir artıq o dili öyrənməyə və s. Kiməsə çətin gələ bilər, düşünürdü ki, amma elə kursa getməni öyrənə biləcəydim. Özü evdə əlavə olaraq oxumaq istəmir deyə. O zaman yəni yaş həddi necə? Varmı? Dil öyrənmək üçün necə düşünürsünüz? Dil öyrənmək üçün nə qədər erkən yaşlarda öyrənsə o qədər daha yaxşıdır. Amma mən deyərdim ki, hətta böyük yaşda olan insanlar üçün də tövsiyə eləyərdim ki, əgər siz istəyirsinizsə, bəzi bilirsiniz də bu beyinlə bağlı xəstəliklər var. Alzheimer xəstəliyidir və s. Yəni bunların riskinin azalması, yəni elmi səviyyədə araşdırmalar onu göstərir ki, yəni beyni məşğul eləyəndə yeni bir biliklər əldə etməklə bağlı. Elə belə oturub interneti scroll eləməklə deyil. Crosswordlar məsələn kömək eləyir. Beyin bəli öyrənməlidir, nələrsə öyrənməlidir. Beyin öyrənməyə başlayanda o xəstəliklərin qarşısını alıb imkan var. Ona görə yaş məhdudiyyəti yoxdur. Belə, mən təşəkkür edirəm. Vaxtımız çox məhduddur. Ona görə burada artıq tamamlamalıyıq proqramımızı. Amma mən düşünürəm ki, inşallah ki, verişlərimizdə sizi yenə də görəcəyik sağlam təhsildə. Çox məmnun oldum. Təşəkkür edirəm.
Yenə də deyirəm, tam olaraq hamısını əhatə eləyə bilmədik xidmət sahələrinizi, amma inşallah ki, gələcək verilişlərinizdə. Mənə qalır sonda əlaqə nömrələrinizi səsləndirmək 070 205 44 77 və 010 225 42 60. Bu arada Baratsın Təlim Mərkəzi İdarə Heyətinin sədri Elşən Rəhimov idi qonağımız. Sağ olun.